İmperiya strukturu, müstəmləkəçiliyin ideologiyaları və reallıqları beynəlxalq elmi konferansında iştirak etmək üçün Bakıya gələn BMT-nin dekolonizasiya məsələləri üzrə strukturlarını təmsil edən alimlər və ekspertlər Azərbaycan Dillər Universitetini ziyarət ediblər. Qonaqlar tədbirin təşkili səviyyəsini və universitetin akademik mühitini yüksək qiymətləndirərək səfərlərindən məmnunluqlarını ifadə ediblər. Onlar vurğulayıb ki, elmi cəmiyyət ilə təhsil müəssisələri arasında dialoqun inkişafı, həmçinin bilik və praktiki təcrübə mübadiləsi üçün bu cür görüşlərin əhəmiyyəti böyükdür. BMT-nin Afrika xalqlarının daimi forumunun Kolumbiyadan olan üzvü Pastor Martinez qeyd edib ki, konferans müasir qlobal nizamın əsas məsələlərini əhatə edib. Bunların arasında multikulturalizm, iqlim dəyişikliyi, qloballaşmanın gənclərə təsiri, həmçinin irqçiliyin səbəbləri və mexanizmləri var. Onun sözlərinə görə bu çağırışlara səmərəli cavab vermə, ədalət və bərabərlik prinsiplərini təşviq etmək üçün beynəlxalq ictimaiyyətin kollektiv səyləri lazımdır. Azərbaycanın bizi dəvət etdiyi bu söhbət bu mövzunu dərindən araşdırmağa, keçmişin hadisələri və indiki nəticələri müzakirə etməyə kömək edir. Müstəmləkəçilik sadəcə Azərbaycan və mənim ölkəm Kolumbiya, yaxud Latın Amerikası kimi regionlar üçün deyil, bütün bəşəriyyət üçün həyati əhəmiyyətli bir mövzudur. Çünki müstəmləkəçilik beynəlxalq sülh və təhlükəsizlik üçün hələ də çox aktual olan ciddi nəticələr yaradır. Azərbaycana bu məsələlər üzrə dialoqa bu qədər açıq olduğuna görə minnətdarlığımı bildirirəm. Mən Azərbaycan hökumətinə müstəmləkəçilik və çoxmədəniyyətlilik məsələsini öz siyasətinin mərkəzinə qoyduğu üçün təşəkkür edirəm. Əlcəzair 2 Universitetinin professoru, tədqiqatçı Çakib Benhafri isə öz növbəsində müasir dünyada bir neçə dil bilməyin artan rolunu vurğulayıb. Sizin üniversite ziyaretimin amacı da Cezayir'de ilk defa olarak inşallah bir Azerbaycan dil ve edebiyatı bölümü açmak arz ediyoruz. Azerbaycan sayesinde daha adaletli bir uluslararası bir teşkilat, bir ilişkileri kurmak amaç ediyoruz. Əlcəzair 3 Universitetinin Politologiya Fakültəsinin elmi işçisi Hişam Davud Azərbaycanın qlobal siyasətdə artan rolunu qeyd edib və ölkənin beynəlxalq arenada göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb. Azərbaycan dünya proseslərində mühüm aktor kimi öz mövqelərini inamla möhkəmləndirir. Bunun parlaq sübutu Bakıda COP29 iqlim konferansı kimi miqyaslı və əhəmiyyətli beynəlxalq tədbirin keçirilməsidir. Bu təkcə ölkənin qlobal gündəmə töhfəsinin tanınması deyil, həm də regionlar, mədəniyyətlər və maraqlar arasında körpü olmaq qabiliyyətini nümayiş etdirmək imkanıdır. Daha sonra tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallara cavablar verilib.